insan buna fikir vermir. İnsanın küləyin altında gəzməyə insanı xəstələndirmir. Çox zaman tərli olanda, tərli çölə çıxanda insanın xəstələnmə ehtimalı daha çox olur. Çünki orqanizm kəskin şəkildə bədənin səthi soyuyur, əgər sən tərli küləyin altında yaxud da soyuq havada gəzirsənsə. Və bu soyuqdənmə nəticəsində orqanizmdə mövcud olan mikroblar insanı xəstələndirir. Ya da kimsə sənin yanında məsələn bir dəfə askırdısa, öskürdüsə, artıq sənin ona immun sistemin aşağı düşdüyü üçün müqavimət göstərə bilmir. Ona görə həmin virus səni dərhal xəstələndirə bilir. Amma məsələn, ona görə tərləməməyə fikir verin. Yəni tərlisinizsə, mümkünsə ofisdə, evdə biraz gözləyin. Tərli çölə çıxmayın, əgər imkan varsa. Düzdür, bəzən elə olur ki, məsələn, banka getmirsən, bankda növbədəsən və s. məcbur olursan tərli çölə çıxmaq. Amma mümkünsə, yəni heç bir tələsən yeriniz yoxsa bir 10 dəqiqə gözləyib, üst paltarı çıxardıb bir 10 dəqiqə gözləyib tərinizin soymasına imkan verin ki, heç olmasa belə vəziyyətə xəstələnməyəsiniz. Hamınıza sağlam olmağı arzulayıram.